Sabahınız xeyirli olsun. Görüntülər də deməyə əsas verir ki, təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varislərinin məhkəmədə ifadə verməsi ilə davam edəcək. Hazırki mərhələdə məhkəmə istintaqında iş üzrə keçən çoxsaylı sənədlər, sübutlar, faktlar araşdırılır. Eyni zamanda zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri məhkəmədə ifadə verirlər. Həmin zərərçəkmişlərin böyük bir qismi Ermənistan silahlı qüvvələrin qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın mövqelərini, yaşayış məntəqələrini iri çaplı silahlarla atəşə tutması nəticəsində zərər çəkiblər. Ruben Vardanyanın isə hələ də məhkəmədə ifadə verib-verməyəcəyi bəlli deyil, amma qeyd edək ki, o ötən məhkəmə iclaslarının birində özünün seçdiyi vəkilindən imtina etmişdi və özünün seçdiyi vəkilindən imtina etdikdən sonra onu dövlət hesabına yeni müdafiəçinin təyin olunmasına etiraz etmədi. Bundan sonra məhkəmə qərar qəbul edərək vəkillər kollegiyasına göndərdi və dövlət hesabına Ruben Vardanyana yeni müdafiəçi təyin olundu. Ruben Vardanyanın yeni vəkili ilə görüşməsi, eyni zamanda müdafiəçinin işlə tanış olması üçün məhkəmənin ötən iclası təxirə salınmışdı və onlara bunun üçün şərait, imkan yaradılmışdı. Qeyd edək ki, Ruben Vardanyan Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi, muzluq və digər maddələri ilə ittihamlar irəli sürülür. Ruben Vardanyan demək olar ki, hər məhkəmə iclasında həm də müxtəlif vəsadətlərlə çıxış edir. Bunun üçün onun özünün istəyinə uyğun olaraq rus dilində tərcüməçi ayrılıb. Biz açıq keçən məhkəmə iclası ilə bağlı, məhkəmə prosesinin bugünkü iclası ilə bağlı xəbərlərin növbəti buraxılışında tamaşaçılara daha geniş məlumatları çatdırmağa çalışacağıq. Hələlik isə bu saata Bakı Məhkəmə kompleksindən çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.